Biz dünədən bu yana nesindən adam yığıb bizi gecə saat 3'e 4'e kadar telefonla danışmışıq. 2 saat yuxu yatıp gelmişim. Heç kəsə inanma, Hüseyin. Kimsə sən alıyor, niyə? Yox, sən kimsə alıyor, niyə problemi həll eləməlidir? Özün həll elə də. Danışma Xanım danışması. Buyurun, buyurun xanım, buyurun. Məsləhət vermək məqsədilə zəng edir. Baxsılığımıza doğru. Hanım, qısqancıq da bir dəqiqədən qısqancıq bir şey deyil. Qısqancıq yenə dağıdır, yadında saxla. Ya Allah, buyurun, buyurun. Ya Allah, beni dinleye çok hoş edirəm. Yəni qoru, yoldaşımı qoru, qısqancıq eləmə, dava eləmə. İşdən yolluk gəlir, dırdır, dava o insan qaçacaq. O insanı evə bağlı, özündən qaçırtma. Bunun sonu ayrılığa gedəcək. Vallahi ayrılığa gedəcək. Nə bilirsiniz, mənim evin için bilirsiniz nə danışırsınız. Evin içini bilmədən necə danışırsınız? Ya Allah, səsiniz zəif gəlir. Allaha, hamı da olur dava, hamı da söhbət olur. Vallahi olur. Bəli. Bir dənə dinləyə, ay Ayşə, bir dənə xanımı dinləyə görək də. Buyurun. Hər vaxtınız xeyir olsun. Ay Allah. Ayşət bir dəqiqə. Hər vaxtınız xeyir olsun. Gəlin qonaq. Dur, yemeğe gidin. Hele bunu beni istemem Allah. 4 gün yemək yemirdi, ancaq danışır. Ayşət bir dəqiqə. Xanım xoş gəlmisən. Salam, hər vaxtınız xeyir olsun. Ay gözəl bacılar, mən dünəndən Hər vaxtınız xeyir. istəyirəm. Hüseynin problemini heç kim burada çözə bilmir. Hüseyn onu demək istəyir ki, Ayşənin xasiyyəti ilə bağlı demək istəyir ki, bu xasiyyət, yəni ki, bundan Başa düşürük də. İndi xasiyyətə görə ailə dağıtırlar, xanım. Xasiyyət də qurban sənə dəyişən bir şey deyil. İnsanın Yox. yəni nəyi dəyişsə də xasiyyəti dəyişmir. Bu anadan gəlmə bir şeydir. Bilirik, ay ürəyim. Xasiyyətə görə ailə dağıtmırlar ki. Dinləyə, xanımı dinləyə zəhmət olmasa. Buna görə də Hüseyn qurban sənə bunun xasiyyəti dəyişəsi deyil. Ayşətin xasiyyəti artıq belə formalaşıb. Ya sən bunu qəbullanıb bir ailə kimi yaşamalı, ya da ki bu söz-söhbəti yəni yığışdırmalı. Yəni bunun ayrı yolu yoxdur. İstəyirsən sən burada milyonlar qoşulsun. Yəni bunu özünüz çözə bilərsiniz. Bunu ya mən, ya o başqası gəlib çözəsi deyil. Bu bir ailə problemidir və bunu ancaq özünüz həll. Əgər bacarmırsınızsa, bu yəni ki bu söhbətin axırı yaxşı həqiqətən də nəticələnəsi deyil. Ay su, mən deyirəm bu həddə çatırsa, bundan o yanısı daha yoxdur. Səni başa düşə Tabii bilərəm. eləməyək belə ki, bir xoşbəxt olan uşaq var orta uşağa görə Əlbəttə ki, Allah mehribansız olsun, susaq, nə qədər onu bırakın, uşaq da hiss eləyir. Dünən sən Ayşə də ağlayırdı uşaq bunu, uşaq elə bir danışırdı, Qurana and olsun. Belə pis oldu, uşaq elə bir danışırdı. Nə deyirdi bilmirəm. Ay Hüseyin, qurban sənə, bunu biz deməkdən siz bu problemi çözə bilmərsiniz. Bunu yəni ki, ancaq özünüz həll etməlisiniz və bu xasiyyət də dəyişən bir şey deyil. Bunu əgər qəbullanarsansa, sən bunu qəbullanmalısan. Ayrı bunun yəni çözümü yoxdur, qurban sənə, fikrim bu qədər. Teşekkür Sosial ederim, çok şəbəkədə, sağ olun. Hüseyin bəy, sosial şəbəkədə ailənin problemini burada həll eləməyin. Burada milyonlarla Ay sohbet, o heç mənə xoş deyil bu. Sadəcə olaraq deyirəm ki, yəni bu problemlər var. Yəni Ayşə də bunu dərk eləsin ki, Hüseyin bu həddə çatdırmışamsa, bundan o yanası artıq bu ayrılmaqdır. Bu uşaq qalacaq mən. Orada uşaq var deyənə, mən uşaqsız qala bilməyəcəm deyənə, bunu əlində koz verib, bəhanə edib, kişinin başını xərab eləmək nə lazım deyil axı. Onlar bir dəqiqə söz deyim. Onlar Sən nə qayıtmadın? bilirsiniz. Mən sənin başında turp əkmişəm. Dünən deyirsən gəl etmə. Uşaq anadan sonra turp. Sənin başında turpsun. Sən Onlar demişsən. bir dəqiqə mən bir söz deyim. Əgər bu xanım danışsın Ayşə. Ay Ayşə. icazə verirsiniz də bir söz Bir deyim. danışsın. Sən deyir ki, Ayşət mənim başımda turpsundur. Sən demişəm mənə Ləl Cəvahirə Ben səbləmək deyim. Yola bildirsin. Heç nə olmaz. Yola bildirsin. Nənə işdən var, nənə işdən var. Bu qız imkan Buyurun, buyurun. verirsə, heç kəsə imkan verirsə bir mən də danışım, bir ana kimi, bir bibi kimi mən də sizinlə bir danışım. Ben hörmət elə. Böyükdür, qoy danışsın. İcazə ver danışsın. Bir danışaq ki, bir-birimizi izləyək, bir-birimizi eşidək, ağız deyəni qulaq eşitsin. Bu nə deməkdir? Hələ sən canlı efirdə bu cür danışırsan Hüseynlə. Gör tək olanda Hüseyn neynəsin? Kişi xaylağını qadın evdə bezdirməməlidir. Hüseyn ağıllı baladır, Hüseyn tərbiyəli baladır. Mən onu izləyirəm, görürəm. Hüseyn işdən gəlir, yemək hazırlayır, çayını dəmləyir. Ürəyim, canım. Da bundan artıq qadına kişi neynəməlidir ki? Qadın da öz qadınlığını eləməlidir. Qadın da öz hörmətində olmalıdır. Sən qısqanırsan, boş yerə qısqanırsan, cavansan, beynin sənin bu saat başqa şeylər fikirləşir. Hüseynin ağlı ancaq evdir, uşağıdır, yoldaşıdır. Sən bekara yerə orada Hüseynə
qısqanmağın yeri yoxdur. Sən ailəvi uçurma aparırsan. Qızım, Allah canınıza sağ dinlə məni. Sən gör buradakiləri dinləmirsən. Gör Hüseyni evdə necə bezdirirsən. Sən dinləməyi bacarmırsan. Vallahi mən bezmişəm. Sən dinləməyi bacarmırsan. Hüseyni sən dinləməyi bacarmırsan. Hüseyin yazıq neynəsin? Olmaz belə. Ay ana, ay Sən boşandın bəyəm. Baxa biləcəksən körpənə. Valla baxa bilməyəcəksən. Sən 200 manat almaqla, 200 manat almaqla baxa bilməyəcəksən. Sən Hüseynə gələndə bilirdin ki, Hüseynin nə atası var, nə anası var. Mən nə deyirəm, siz nə deyirsiniz? Hüseyin sənə bir dəfə başına vurur ki, sənin anan gəlməyib, uşağa baxmıyor. Hə? İmkan vermir sənə heç kəsə. Sənin az yaşın olmağına baxma, ancaq çox bilirsə sən. Hüseyin hələ oğul deyil, Hüseynin ürəyi təmiz uşaqdır. Hüseyin çox qəlbi təmiz uşaqdır. Hüseyin ağıllı uşaqdır, ağıllı baladır, dərrəkalı uşaqdır. Fikirləşəndə də bilir ki, danışanda da ki, fikirləşir, bilir nə danışır. Çox bilikli, savadlı oğuldur. Sən Hüseynin ayaqlarını yol suyunu içkinə ki, sən bu cür yoldaşın Yox, var. estağfurullah, elə şey mən sevmərəm, etməzəm. Sadəcə olaraq, gözüm mən bunlarını başa düşürəm, səni kömək eləmək, mən ölürəm də bunu. Mən heç nə ayıb bir şey bilmirəm. Əzəldən mən, əzəl gündən paltarımı da özüm yumuşam, özümü dütüləmişəm, yeməyimi də lazım olanda pişirmişəm, özüm eləmişəm. Bu, mən elə şeyə ayıb baxmıram, mən Bəs adi onu deyirəm də, Bibi Qurban, onu kömək deyirəm eləmək, də, ailə dağılmasın, söhbət olmasın. Mən ona görə eləyirəm, ailəmə görə eləyirəm bunu. Bəli, sən Ayşədə həm ana olursan, həm bacı olursan, həm dost olursan, həm yoldaş olursan, həm qardaş olursan Ayşədə. Bu cür qadınlar, bu cür ərin qədrini bilməlidir. Vallahi Hüseyin zalim olsaydı, vallahi Hüseyinə belə eləməzdin. Hüseynin arkasında dur Ayşə. Hüseynin arkasında dur axıra qədər, ömrümün axırına qədər. Ay ana, mən ailəm qormaq istəyirəm. Siz nə danışırsınız? Allah sizə can sağlığı. Onlar yenə söz deyir, zəhmət olmasa. Amma siz bir Xanım, sizin probleminiz nədir? Bir qısqanclıq, bir də danışmaq. Onunla kişi vallahi evdə qalmaz. Vallahi kişi olur. Hüseynə gələndə deyirəm ki, Hüseyn, nə ola, gəl oturaq üzbəüz söhbət eləyək də. Hüseyn ya kimsə mesaj atmalıdır, ya zəng etməlidir, ya düşməlidir. Deyirəm ay Hüseyn, 6 gün işdə olursan, bir dənə bazarın olur da. Bazar günü heç olm yaparaq uşağı gəzdirək. Nəsə iş çıxır, düzdür, eləyir. Demirəm eləmir. Arada sırada vaxt olur hə. Mən deyirəm mən sevgi, diqqət, nəvaziş istəyirəm. Necə ki mən sənə sevgi, Ay diqqət. xanım, onlar bir dənə söz deyil. O xanım hər xanım istəyir. Bəs kirada qalırsınız, övladınız var, o işləməlidir, əziyyət çəkir, uşağına çörək pulu Mən getsin. demirəm, işləməsin. Mən sənə deyirəm siz Gedin gəzməyə. Bəs o evin kirasını kim verəcək? O yeməyi kim alacaqdır? Onlar da düşünün. Xanım, gəzmək də olmalı. Əlbəttə ki, təbii olmalıdır. Gəzməyə də Sana haviyə çıxarmaq lazımdır. Bütün gün evin içində, toz torpağın içində. Bilirsiniz bu nə deməkdir? Uşağa ziyandır. Mən balkona Ay bacı, çıxardım. ev niyə toz torpaq olur ki? Sən evi təmiz saxlasan, evin toz torpaq olur ki. Ayşə, sən niyə düşürtmürsən uşağı? Bir yarım saatlıq düşürt də heyət uşağı. Niyə Əlbəttə ki, düşürtmürsən? düz ay, sağ düşürdə bilərsən də xanım. Yoldaşın işə gedər. Ay bacım, mən necə düşürüm? Mən buraları tanımıram. Mən burada yadam. Uşaqlar oynayır. Mən elə uşaq boydayam. Gəlirlər, oynayırlar, qaçırlar, tuturlar. Uşağa demək olmur. Birdən gəldi, dəydi, yıxıldım. Qızım, sən uşaq boydaydın, onda ərə niyə getmirsən ki, xala qurban? Yaxşı, sən bilirdin ki, uşaqsan, hə? Onda niyə getmirsən ərə? Düş bloka, blokun ağzında skameyka var. Düş otur o skameykada, oradan da çıx yuxarı evə də. Nə var ki burada? Ay bacım, mən Onlar bir dənə söz deyim, zəhmət olmasın. Ay xanım. Mən çöllərdə O gəzirəm. da elə olacaq da inşallah Ayşə, sən özün görürsən, sən özün ən azından heç kəs bilməz də. Sən özün bilirsən ki, mən nələrə görə kimlərlə mübarizə aparıram. Nə üçün mübarizə aparıram? Kimlərdən xahiş edirəm? Kimlərə yalvarıb yaxarıram? Özün də gözün nə qədər məktublar yazdıram, nə qədər onu edirəm. Mən kimi üçün eləyəm ki? Tək özüm söyləmirəm ki, sənin üçün deyirəm ki, sən mənim qeyrətimsən, namusumsan. Mən uşağımın valideyni, sən anasısan. Belə Sən başımın tacısan, başımın üstündəki tacı qorumağa çalışıram ki, qaşları tökülməsin. Başa düşdün? Ay Allah, o boş yerə deyə, ay tac yadında da çıxdı adın. Mənlə düşmədi, uşağı havaya vermədik, filan eləmədik. Onlar boş şeylər deyir. Vallahi düzgün deyil. Boş şeylər, uşağı sallanır. Onlar məntiqsiz şeylər deyir. Ay yaxşı şey eləmək. Tamam oğullar xanım bildikdə bu düşürtmədə ebyuda olub keçib bu söhbət. İndi mərhələsə gəlməliyik ki, buna bir böyük kimi bunu deyin ki, belə eləmə.
Bu yaxşı bir şey Hüseyin deyil. bəy, xanım məsləhət verir, demir ki, ayrılığın Sen dava səhvini salın. düzəltsin. Məsləhət Mən xoşuma verir ki, gəldi, mənim xanım, səhvimi Mən deyəndə, demirəm mən ayrılsın. səhvimə Oğlum, mən demirəm ayrılsın. Ay oğlum, mən demirəm ayrılsın. Mən deyirəm sənin üstünə gedincə düşürsün aşağı özün uşağı. Burada bir şey yoxdur. Deyin ona görə Bu sapıqlık Fikirləşən bir dərin şey yoxdur ki, hamı boşansın. Olmaz kızım, olmaz. Özün dərindən otur fikirlər. Düşür uşağı havaya da ver bir 10 dəqiqə, yarım saat. Ana, mən öz başıma deyiləm. Yaz bir öz başıma deyiləm. Mən Hüseynlə hər bir şeyimi icazə alıram. Mən Hüseynsiz icazə, mən canlı açanda da Hüseynlə icazə alıram. İstəyirsinizsə sübutlarını deyim. Yazıram Hüseyn canlı açıram. Açım yoxsa yox. Hüseyn desə açıram. Özü də gəlir. Afərin sənə. Yaxşı, afərin sənə. Bax, bu əla. Mənim xoşum gəlir. Belə qadınlar. Qaldı ki, Hüseyin Fağır neynəsin? Bir tek adamdır. Onun da problemləri var. İstəyir ev alsın, istəyir onu eləsin, istəyir. Yük bunun üstündədir kızım. Yük bunun üstündədir. Hər bir şey bu həll eləməlidir. Birin deyə bilir sənə, beşin demir bəlkə də ki, qoy işimi düzəltim, hazırlayım, ondan sonra sənə sürpriz eləsin. Necədir? Ana, Allah sizə can sağ versin. Siz bizim aramızı vurmağa gəlmisiniz, bilirəm. Allah canınıza sağ versin. Allah o gözü rəngə Ayşət verin. xanım, bax xanım sizdən böyükdür, hörmətli eləmə. O sizə görə deyil da. Xanım sizə görə deyil ki, ayrılma, Mənim də evlatlarım var. Kimdir mən ayrı oluram? Mən Anladım, narahat olmayın diye, tamam. Bu oldu, edip, indi sen ebi yok. Bax xanım bu qədər danışır, bax hörmətli. eləyən göz önündədir. Başqasını da səfər. Ay Ayşe'den, ay. Hüseyin, ay Hüseyin, Böyle şey, oğlum. yani sana göre değil, bize göre değil ki ailemiz Ay, dağılmamış. sağ ol, Uşaqlarımız sənə görə səslərdən deyil. devam Xanım edib, yayına böyləməsin, baxın da belə deyil. Ay ayrıldı. Hüseyin. Ben de bugün günde bu Birbirine eşitirsən, burada deməmin səbəbi Hüseyin, birbirine bir eşitirsən. vasıta budur. Hüseyin bibini eşitirsən. Mən Buyurun, burada buyurun. ayrılmaq söhbəti danışdım, bibi qurban. Sən məni Yo, yaxşı yo, tanıyırsan, yo. atan. Hə? Görürsən sənin yoldaşın yanı. Sən boşandın. Ondan mənə nə? Boşanmadın mənə nə? Mən bir ana kimi, bir şey kimi deyirəm ki, boşanmıyız. Boşanmaq lazım deyil. Burada bir söhbət yoxdur. Sözlər deməyə çalışırsınız. Ayıb deyil, sizin qızınız yoxdur, siz də bir anası, mən də bir anayam. Ayşət xanım, bax Az xanım ayıb sən təsəlliyir. heç məni əsəbləşdirməz. Xoşaq Hüseynin halına. Dəhşət deyil, Ayşe, az burada deyil, dolaşmayın. Moderatörlerimiz, Sən burada moderatörlerimiz da Sizdən olar mən bir dənə söz deyim, icazə misafir istəyirləriniz verərsiniz. izin eləsin, xahiş edirəm. Olar bir dənə söz deyim, icazə verərsiniz. Xanımın neçə yaşı Buyurun, var? buyurun. Para vurur da, bəli. Ay xanım neçə yaşınız var? Zəhmət olmasa bir dənə deyə bilərsiniz. Ay xanım, ağıl yaşa baxmır, ağıl başa baxır. Ağıl yox. Deyirsən ki, uşağım da düzdür. Mənim 19 yaşım var, 2 dənə körpəm var. Bir dənə zəhmət olmasa gözlə. Allah sağlasın. Körpəm var. 19 yaşım var da. Evdə təkcənəyim yox. Hamı qaynata yandayam. Hamısı çıxır gedir ki, uşaqlarıma da baxıram, evləri də təmizləyirəm. Yoldaşım gəlib ev təmizləməli deyil ki, Yok bu evden değil, onunla geçmiyor. Mən evimi təmizləyirəm də, hər Dava işimi eləyirəm. salmasınlar, haşa elə, belə eləməyin o idə də. Mən fəlsəfədən qaçıram, mən problemim var. Mən bilməm ağrır. Mən də ürəyim ağrır, hər yerim ağrıyır. Yəni də bax bildik, vəsə. İndi söhbəti bağlı, aydındır. Yəni ki, bu şeylərimiz, eləmemiz ictimaiyyət qarşısında. Biz, bütün respublika bizdən danışır. Özgədən xanıma Ki, hamı kayıtlar paylaşılır, nələr paylaşılır. İnşallah. Eləmir belə şey, eləmir. Hüseyin bəy, salam. Salam, salam. Birinci gün gəlsə sən sözünü. Olar bizdə danışaq. Buyurun, buyurun. Siz hamınız bu qızın üstünə niyə gedirsiniz ki? Mən düzü halda. Üstünə getmək olmaz ki, yəni onu da başa düşmək lazımdır. Siz danışdınız, biz dinləyirik də, bizim də sözümüz Heç haqqım onlara halal Bu eləmir. cavan ailədir, düzdür. Bəlkə elə şey var ki, qız açıqlama vermək istəmir. Əgər Hüseyin bəy, siz də bu qızı istəyirsinizsə, əgər siz bu qızı istəyirsinizsə, sizə niyə xoş getməməlidir onun sizi qısqanmağı? Çünki partlayırlar. Yəqin ya qızlarını vermək istəyirlər, ya da özləri gəlmək istəyirlər. Nə bilim Yox, valla. Qoşa bilmirlər, hər kəs qoşa Bilməlidir də. bilmir. İşte sən verin, özünüz də deyirsiniz. Bu şeyler yaxşı bir şey değil. Bak burada bəzi insanlar... Necə yaxşı şey deyil. İndi hansı ailəsin Moderatorlarımıza uzatılmaz. Bəli. İndi hansı ailəsin qısqanmır? Hamı ailəsini qısqanır da. Siz ondan niyə bezməlisiniz ki? Çünki başqa mövzular var ona görə. Başqa mənə inanmadığı üçün mən and içirəm. Deyirəm ki, bu adama bacı demişəm.
Bacı Bazı deyirəm. ailələr var ki, o Yenə qızı düzgün yox. inanmıyor. Mən o qıza bir dəqiqə, Ayşə bir dəqiqə. Valla mən o qız Ayşəni tanımıram, qohumu deyiləm, yaxını deyiləm, tərəfini də Düz tutmuram. mənə də heç xoş deyil, valla xoş Hüseyin deyil. bəy, Hüseyin Burada qardaşım danışmadan da deyim sizə, ağrıyır, bəyim. Mən o qızın tərəfini saxlamıram, hə? Amma bir izləyici olaraq kənardan izləyirəm, görürəm də hər kəs indiki dövrdə ailəsini qısqanır. Bunu nə sosialda birinci növbədə bölüşmək düzgün deyil. İkinci də ki, siz o xanımı istəyirsinizsə, onun qısqanmağına da dözməlisiniz, qəbul etməlisiniz. Zəng eləyir, başa salın. Bir dəfə Valla məndə o səbir yox. Bu Xanım, mən də onları bir dənə danışım. Yoxsa siz deyirsiniz, məsələn, siz deyirsiniz, bir dəqiqə, siz deyirsiniz, valideynlərim yoxdur, Allah rəhmət eləsin, bilmirəm, sağdır, varmı, nəsə, hər nəsə də, yəni, siz deyirsiniz, Mən demirəm, mən onunla demirəm, mən demirəm. Yo, deyirsiniz, böyüklərdən məsləhət almağa görə, düzdür. Bura sosialda axı, burada çıxıb pis məsləhət də verəcəklər, yaxşı da. Görürsünüz, biri yaxşı deyir, beşi pis yazır. Düzgün deyil. O qızın da sizi qısqanmağını siz qınamalısınız. Əgər onu istəyirsinizsə, qəbul etməlisiniz. Yox xanım, siz düzgün danışırsınız. Burada, ay xanım, siz mənə səs çıxarda bilməzsiniz. Siz deyirsiniz, siz düzgün Yo, mən 15 ildir ailəliyəm, xanım, bir saniyə. Ay xanım, siz deyirsiniz 15 ildir belədir. Sizin həyatınız başqadır, onların yaşayışı Hey başqadır. xanım, mənim həyatım ondan da bəsərdir. Mən düzgün danışmağımı görün rəylərdə hamı düzdür yazır. Siz düzgün Aha, bir danışırsınız. saniyə bir söz deyim də xanım. Bir saniyə siz danışırsınız, imkan verin, mən də sizə bir söz deyim də xanım. Nə heç birini qınamaq olmaz. İkisi də cavan ailədir. Nə qarşı nə xanımı qınam, görürəm xanımı da qınayırlar. Mən burada dünəndən çox pis olmuşam. Günahdır. O da cavandır, o da uşaqdır. Yəni ən azından uşaqdır o da. Bəyi də qınamaq olmaz. İnsandır, üstünə gəlinir, zəng olunur, sıxılır, işdə olur. O hər kəsdə olan şeydir. Onu sosialda bölüşmək düzdür. Xanım da düz eləyib qısqanır. Valla düz eləyir. Əlbəttə ki, hər Ailəsinə yoldaşıdır, nəzarət eləyir. cavandır. Orada bir şey yoxdur. Ailəsini istəyir ki, qısqanır. mən sizdən- mən ümumi- Boşanmayıb ki. Bir, Yox, bir sizdən xahiş edirəm, bütün qulaq asanlardan xahiş edirəm ki, heç bir iki cavan ailə heç birini qınamasınlar. Çünki xanıma da dünənləri baxıram, həqiqətən çox düşüb. Oğlana da baxıram, yəni o deyil də, yəni üzü o qədər arıqlayıb, elə bir insan deyildi də, yəni. Həqiqətən stres insanların ikisini də çökdürüb. Yəni hər tərəfdən də ağlamaq cəhənnəmi, mənim qınayırlar. ürəyim ağrır. Həkim 20 il Hə, çox qoymuşdur. bilirəm. Bir il keçmədi heç. Başa düşürəm mən sizə. 15 ildir mən də ailəliyəm, zobum var, şəkərim var. Yəni başa düşürəm, hər bir ailədə olan sərsöhbətlərdir. Amma heç birini qınamaq olmaz. Bir də deyirlər ki, niyə görə bunu çıxıb cəmiyyət içində deyir. Bu ikisi də cəmiyyət içində elə evlənib də, ailə həyatı qurub. Cəmiyyət içində də həll eləyirlər. Burada heç bir şey qınamaq, oğlanı qınamaq lazım deyil. Xanımı da çox xahiş edirəm ki, qınamasın. Bölə bilməzlər. Düzgün deyil. Cəmiyyət içində onu bölüşdürmək düzgün deyil. Əgər bölüşür də ehtiyacı Gültaz xanımı qoşdu. Salam, sabahınız xeyir olsun. Necəsiniz? Hər vaxtınız xeyir olsun. Bir dənə bir söz deyim. Çalışıb bunları barışdırmaqdansa, niyə görə xanımla bəyin arasını vururlar? Bir dənə mənə bu çatmır da. Başqa bir gözəl məsləhət verin də. Niyə görə xanımın bəyin tərəfini tuturlar, xanımı alçaldılar. Hamımız xanımıq da. Alçaq Bir dəfə də vəziyyət. xanımın tərəfində olaq da. Yəni onun bir dənə övladı var. Çətinliklə övlad tapıbdır. Əlbəttə ki, bunları barışdırmaqdansa əksinə, oğlana da qızışdırma verirlər, xanıma da olmaz, belə şeylər eləmək olmaz. Oğlanı da qınamaq olmur. Kişi nə qədər olmasa tez əsəbləşir, tez coşur. Əlbəttə ki. Xanımdan da xahiş eləyirəm ki, deyir biri od olanda biri su olsun da. Başa düşürəm, xanım da sudur, görürəm də. Danışmır da. Bilirsiniz, hamımız xanımıq da. Əgər seviriksə qısqanmalıyıq. Yəni xanımdır, cavan yaşdır. İnşallah başa düşəcək həyatı. İnşallah. Valla mən sizə bir dənə belə bir söz deyim. Yəni çətinliklə övlad tapmısınız. O övladınızın qədrini bilin və bir-birinizin qədrini bilin. Əsas bir-birinizə hörmət qoyun və bir-birinizin yanında olun. Əsas çox çətinliklə də bala böyüdürlər. Çox çətinliklə, zülmlə. Əlbəttə ki, yəni Hüseyin bəy də baxırıq, əziyyət çəkir, pul qazanır. Yəni sənin üçün eləyir Ayşət xanım. Ona görə də bir-birinizin yanınızda olun. Burada heç kəsə əhəmiyyət verməyin. Valla sizi istəməyənlər çoxdur. Valla bura yazır. Ailədir, yəni ailədə Biz nə qədər misal istəyək, qoşa bilməm. Ailədə söz-söhbət olmazsa heç vaxt mehribansız olmayacaq.
O ailə də bəlkə olmayacaq söz Allah söhbət olmasa. saxlasın. Görün nə gözəl ananız var. Açan o ev olub. Biz küçədə qalaq, onu bilmək, qədrini bilmək lazımdır. Bu da eysizdir. Uşağın yanında olam ki, uşaq yıxılmasın. Allah haqqı, vallahi uşağı mən tək qoya bilmərəm. Özünü atır, yıxır. Keçən dəfə gəldim, gördüm ki, yürgəyindən atır, fırlanacağından atır. Vallahi düz deyim, Allah haqqı tək qoya bilmirəm. Uşağın başına nəsə olsa, burnunu Qaşat bacı, ona görə də Hüseyin bəyin qədirini bilin. Övladınız da bax, görürsünüz nə gözəl övladınız var. Allah hər bir kəsə qismət eləsin. O uşaqdan ötəri o qədər əziyyət çəkənlər var ki, ona görə bir-birinizdən bərk yapışın. Buradakılar çox söz Onlara deyirlər. Ayşət xanım fikrini izah edə bilmirəm. O fikrini Mən tək qoya bilmirəm, özünü atır. Görün nə gözəl övladdır, gül parçasıdır. maşallah. Demək istəyirəm, mən bir damcı nə yemək yemişəm, ancaq mən də uşağa baxıram. Allah haqqı səhərdən axşama qədər, axşamdan Baxırsan, səhərə qədər. bilirəm, Allah baxırsan. Eləyirsən, hayır, sənə heç kim heç şey demir. Sənə demirlər ki, sən yandan gedir. pissən, sən prosta elə xasiyyətlərini deyirəm, qorxuram. Mən xəstəlik tapmışam. Mən həmən Hüseyin deyirəm. Mənim qadınlara yazığım gəlir həqiqətən. Bizim yanı Mənim qadınlarımız ikisinə də çox belə yazığım ayağa gəlir. qalxır. Eləməyin belə hərəkət. Ayşət Ayşət xanımın özü yazıq qız özü zəifdir. İnsandır da, yəni körpəlidir, işin görə bilmir. Onu kimsə deyə bilməz Əlbəttə. ki, duruşu bir gör. Birinə nədən Bir söz deyim ki, hər qadın da elə də baxa bilmir də uşağa. Hər insan zəif olan insan da var. İnsan zəifdir də Oldu, yəni. mən düşürəm Hüseyin bəy, yoldaşınızın qədrini bilin. Yəni heç kəsə yoldaşınızı alçatmayın. Övladınız var vallahi. Estağfurullah, mən elə hərəkət İlk eləmirəm. tapırsız mehribançılıqla dolanın. Sadəcə o fikir ayrı. Gözüm mənə də deyəndə mən də susam qalıram ki, mən də hardasa peki səhvim olar da. Amma deyirəm bu qədər şeyi burada Sən ondan ictimailəşdirib böyüksən, sən ayıbdır. düşüncən Camaat kayd edib dünya aparıb orada görüşün burada varsa, amma paylaşır. xanımın yoxdur. Biz sıx münasibət qurduğumuz, sirrimizi özümüzü böldüyümüz ailədir də, dəyər verdiyimiz, ana kimi, ata kimi dəyər verib hörmət elədiyimiz bir insandır. Biz ancaq ora gedirik. Orada